19 oktyabr 2025-ci il çox vacib bir xəbəri diqqətinizə çatdırıram. Zəhmət olmasa Instagram və TikTok izləyicilərimiz kanalımıza abunə olun. Əli Həsənov həbs edilə bilər. Gələn həftə Yeni Azərbaycan Partiyasının fövqəladə iclası keçiriləcək. Statinfo xəbər verir ki, bu barədə konkret aza mötəbər mənbələrdən məlumat verilib. Həmin məlumatda deyilir ki, 2019-cu ildə Ramiz Mehdiyevin yanında keçirilən qapalı müşavirədə hakimiyyətin ələ keçirilməsi müzakirə olunub. Bu yığıncaqda sabiq baş nazir Novruz Məmmədov, Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov, Prezidentin sabiq köməkçisi Əli Həsənov, Bakının sabiq meri Hacıbala Abutalbov iştirak edib. Hakimiyyətin ələ keçirilməsi planında daha çox Ramiz Mehdiyev və Prezidentin sabiq köməkçisi Əli Həsənov canfəşanlıq edib. Ona görə də bu iki şəxs daha çox cinayəti törətmiş oliqarx məmur kimi diqqətdə saxlanılır. Verilən məlumata görə gələn həftə Yeni Azərbaycan Partiyasının mühüm iclasında Ramiz Mehdiyev üzvlükdən kənarlaşdırılacaq. Ramiz Mehdiyev qalmaqalı ilə bağlı yüksək rütbəli şəxslərin nazir və komitə rəhbərlərinin bəziləri də işdən çıxarılacaq.